Manatın üzənməzəni keçməsi və dəyərini itirməsi artıq bütün sahələrdə öz təsirini göstərib. Artıq bir neçə gündür ki, hər kəs bunu öz cibində də hiss eləyir. Dükanlara, bazarlara getmək yetər. Bax, bu artımı hiss etmək üçün. Elə Ayşəm Rüstəmova da bu alış-veriş məkanlarından birinə baş çəkib və qiymət artımı ilə maraqlanıb. Hazırda paytaxtın mərkəzi bazarlarından birindəyik. Dolların məzənnəsi dəyişdikdən sonra qiymət artımı bazarlara da təsir edib. Əsasən də xaricdən gətirilən mallar qiymətləri artıb. Maraqlısı odur ki, bayram qabağı olmasına baxmayaraq qiymətlərin artması səbəbindən alıcılıq qabiliyyəti aşağı düşüb. Bazarda çəkilişdə olduğumuz bu müddət ərzində alıcılara demək olar ki, rast gəlmədik. Mövcud vəziyyət yeni il öncəsi alverin artacağını düşünən satıcıları çilədən çıxarıb. Onların məzəntəsi qalxandan sonra bütün bax, mallar qalıbdır, budur, ortalıqda. Alan yoxdur. Qiyməti artan mallar əsasən qonşu ölkələrdən gətirilən sitrus meyvələri, kivi, banan və adətən bayram qabağı tələbatın çoxaldığı çərəz məhsullarıdır. Almışdım 1 manat 50 qəpik, apelsin indi olub 1 manat 80 qəpik, 90 qəpik. Yəni fərq var. Nə deyirlər, nə üçün qaldırıblar? Qalxıb da apelsin də Türkiyədən gəlir. Türkiyədən gələn portağaldan başqa bazarda qiyməti artan digər məhsullar arasında kartof, soğan, yumurta və digərləri var. Məsələn, əvvəl kilosu 75 qəpiyə satılan kartof indi 1 manata təklif olunur. Devalvasiyadan öncə 18 qəpiyə olan kənd yumurtası indi 22 qəpikdən satılır. Yerli alma çeşidlərinin mövcud qiymətləri isə azı 20-50 qəpiy arasında artıb. Yəni 50 qəpiy olan alma 1 manata, 1 manata satılan isə 1 manat 50 qəpiyə qalxıb. Ümumilikdə isə manatın devalvasiyasının bazara təsiri iqtisadi qanuna uyğunluq çərçivəsindədir. Yəni məhsul yerli istehsal olsa belə istehsalçının ümumi xərcləri artdığı üçün o da qiyməti artırır.